Əl-Mulk, Mülk surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Mülk əlində olan nə qədər xeyirxahtır. O, hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan O'dur. O, qüdrətlidir, bağışlayandır. 7 göyü təbəqələr şəklində quran O'dur. Sən mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir. Heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb yaxan od əzabı hazırlamışıq. Rəbbinə qarşı çıxanlar cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultu ilə qaynadığını eşidəcəklər. Cəhənnəm qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar. Məyər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi? Onlar deyəcəklər. Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb, Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz demişdik. Onlar deyəcəklər, əgər biz dinləsəydik və ya anlasaydıq, alov şölələri saçan od sakinlərinin içində olmazdıq. Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri. Həqiqətən öz Rəbbindən onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də fərqi yoxdur. Allah kökslərdə olanları bilir. Yaradan Allah lətif və hər şeydən xəbərdar olduğu halda ola bilərmi ki, o gizlində və aşkarda olanları bilməsin? Yeri sizin ixtiyarınıza verən O'dur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da O'nadır. Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titriyəcəkdir. Ya da ki, göydə olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydim mənim onları həlak etməyim necə oldu? Məyər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O hər şeyi görür. Ya da mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadılar. Ya da O öz ruzusunu kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər. Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən? De ki, sizi yaradan, sizə qulaq, göz və ürək verən O'dur. Necə də az şükr edirsiniz.
De ki, sizi yer üzünə yayan da odur. Siz onun hüzuruna toplanılacaqsınız. Onlar deyirlər, əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq? De ki, buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm. Kafirlər əzabın yaxın olduğunu gördükdə, üzləri eybəcər görkəm alacaq və onlara, sizin durmadan istədiyiniz əzab bax budur deyiləcəkdir. De ki, deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər? De ki, o mərhəmətli Allahdır. Biz ona iman gətirib, ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu tezliklə biləcəksiniz. De ki, deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?